Salam, hər vaxtınız xeyirli olsun. Bugün Zəngəzur diyarının Qubadlı bölgəsinin Mirlər kəndində anadan olmuş Mir Məhəmməd ağanın doğum günüdür. Mir Məhəmməd ağa 1946-cı il 18 fevralda qeyd etdiyimiz kimi Qubadlı rayonu Mirlər kəndində anadan olmuşdur. Mir Məhəmməd ağanı tanıyanlar onun bir xeyirxah insan, övliya, güclü həkim, şair, belə deyək, həm də filosof, çox məntiqli fikirlər yürüdən bir insan kimi, ömrü boyu qısa ömründə böyük xeyirxah işlər görmüş, çoxlarına yardım etmiş, el-oba üçün yol çəkdirmiş, körpü saldırmış və saymaqla qurtarmayan işlər, xeyirxah işlər görmüşdür. Onun bir xeyriyyətçi kimi həmişə gördüyü işlər o elin, obanın sakinləri tərəfindən həmişə xatırlanır və yaddaşlardan silinməz izlər qoyduğu qeyd olunur. Onun bir övliya olaraq da həmin bölgəmizin, eləcə də bütün ölkənin, belə deyək, ölkəmizdən kənarda da əsasən Qubadlı bölgəsinin sakinləri etiraf edərlər ki, o bir ant yeri, inanc yeri, öz doğruluqlarını, haqq səslərini, haqq hərəkətlərini doğrultmaq üçün bir ölçü meyarı, belə deyək, bir ant içmək yeri olmuşdur. Yəni, hər hansı bir fikrin, sözün doğruluğunu ispat üçün həmin eldən olanlar və digərləri də Mir Məhəmməd ağanın cəddinə and içməklə özlərinin düz olduğunu, haqlı olduğunu sübut etməyə çalışırlar. Yəni, bu bir meyar kimi, həqiqətin təsdiq olunması meyarı kimi Mir Məhəmməd ağanın cəddinə and içilməsi Qubadlı elində əsasən hamı etiraf edər və bu fikrin doğruluğunu təsdiq edərlər. Mən Mir Məhəmməd ağanın xatırlayanlar, onunla dostluq edənlər, bir yerdə işləyənlər, onun haqqında xatirələrini danışıblar, çox eşitmişəm. Yəni, onun qısa ömrünün vaxtında, yəni, yaddaşlarda qalan hərəkətləri barədə, dediyi sözlər barədə, yazdığı şeirlər barədə, kiminlə yol yoldaşı olmağı, səfərə çıxmağı barədə müsbət xarakterli bir insan kimi həmişə xatırlanır. Mir Məhəmməd ağanın atası məlum olduğu kimi Sovet hökumətinin, necə deyərlər, Şura hökumətinin o vaxt belə adlanırdı, vaxtında 2 dəfə səhv etmirəmsə həbsdə olub, onu nahaq yerə eldə, obada böyük nüfus sahibi olduğuna, söz sahibi olduğuna görə onu eldən, obadan uzaqlaşdırıb, bəzi haqsız səbəblərdən həbsdə saxlamışlar və belə deyək ki, həmin yurdundan, obasından sürgün eləmişlər. Mən Mir Məhəmməd haqqında qeyd etdim ki, mətbuatda və onun haqqında böyük geniş yazılar var, saytlarda məlumatlar gedib, bu barədə o öyrənmək və baxmaq, tanış olmaq olar. Mən Mir Məhəmməd ağanın haqq səsini, yəni o qısa ömründə Sovet hökumətinin o, necə deyərlər, qılıncının dalı qabağı kəsən vaxtı, belə deyirlər, orada şeirlərində müəyyən fikirlərə toxunub, öz haqq səsini qeyd etdiyim kimi ondan işləyən yoldaşlar da xatırlayırlar ki, müəyyən məsləhətləri, gərəkli məsləhətləri həmişə olmuşdur. Haqq səsini ucaltmışdır, ancaq onu sətraltı fikirlərində, şeirlərində sətraltı olaraq çatdırmışdır. Aydın məsələdir ki, bir övladın, valideynin haqsız yerə həbs olunması o övladda dərin bir ağır izlər buraxır və bu heç vaxt unudulmazdır. Həmin quruluşa dək, hökumətə dək, şəxslərə dək, bu övladda həmişə mənfi fikir yaranır və böyük ağrılar hesabına
o ömrün yaşayır və imkan olduqca bu haqq səsini qaldırmağa macal tapanda istifadə edir. Onu xatırlayanlar, iş yoldaşlarının belə xatirələrinə mən rast gəlmişəm ki, deyirlər ki, Mir Məhəmməd Ağadan biz həmişə xeyir dua alanda bir həkim kimi deyək, o işlədiyi kəndlərdə gedib işləyən adamlara xeyir dua istəyiblər Mir Məhəmməd Ağadan. Və o zarafatla bir növ belə deyib ki, yəni mən ora getməkdə sən çox çətinlik çəkirsən, sən çətin işləyərsən orada. Ancaq bunun sətr altı belə deyək görünməyən tərəfindən baxanda o mənada deyilib ki, Mir Məhəmməd Ağa işlədiyi yerdə təmənnasız özü bəzi xəstələrinə yardım etməklə, dərman almaqla yardım edib və o mənada ki, yəni orada düzgün işləmişəm və mən yeri gələndə xəstələrimə yardım eləmişəm. İndi siz necə işləyəsiniz? Yəni bu çətinliklər var. Bəzi yəni etiraf eləyək ki, həkimlər kimi heç nəyə xəstənin əlinə baxmamışam. Yəni bu nöqteyi nəzərdən qeyd eləmək istəyirəm ki, Mir Məhəmməd Ağa həmişə haqqın tərəfində olub, imkansızlara, xəstələrinə də belə dərman almağa da yardım edən həkimlərimizdən olubdur. İndi mən Mir Məhəmməd Ağanın qeyd etdiyim kimi o müsbət cəhətlərlə bütün el, oba, ölkədən kənarda da danışılır. Mən onun bir bəlkə şeiri var, onu diqqətinizə çatdırmaq istəyirəm ki. Bəlkə ümid verir, bəlkə ümid də kəsir. Bəlkə mane olub, çoxunun yolunu kəsir. Bəlkə bəzən gecikir, bəlkə bəzən tələsir. Qəlblərdən silmək üçün o qara qüvvələri məhəbbət aləmindən gəl qovaq bəlkələri. Bəlkə ilə çoxunun həyatı gedib bada, bəlkə səbəb olubdur min naləyə fəryada. Bəlkələrcə çoxları ləkələnib dünyada, silinsin qəlbimizdən, qalmasın ləkələri, məhəbbət aləmindən gəl qovaq bəlkələri. Bəlkə yanan ürəyi çox vaxt külə döndərib, bəlkə qara tikanı bəzən gülə döndərib, bəlkə göz yaşlarını daşqın selə döndərib, bəlkələrlə səhv edib həyatda neçələri, məhəbbət aləmindən gəl qovaq bəlkələri. Bu bəlkə sözü ilə mən fikirləşirəm ki, Mir Məhəmməd Ağa içərimizdəki o mənəmliyi, o nəfsi qovmağı, yəni məhəbbətlə belə deyək ki, bəlkə, yəni digər tərəfdən nəfis, mənəmlik, mənəmlik deyirlər, bax o nəfslik, nəfis tərs mütənasibdir. Bu şeiri nəzərən deyə bilərəm ki, Mir Məhəmməd Ağa burada fikir yürüdür, məhəbbət aləmi ilə bəlkə tərs mütənasibdir. Biri olanda biri olmur. Yəni məhəbbət bəlkələrin biz o götürəndə bəlkə sözü ilə, yəni məhəbbət, bir şeyə məhəbbət, bir insana məhəbbət varsa, bir dostluğa məhəbbət yaranıbsa bir insan, dost olmaq istəyirsən, birini sevmək istəyirsən, burada bəlkəni gözləmək olmaz. Elə bir kimisə sevirsən, o sevənə qədər elə bir özünün hərəkətlərin, əməllərin olmalıdır ki, qarşı tərəfdən sevgi olsun. Orada bəlkəyə şübhə yeri qalmasın. Eləcə də dost olan insanla, dost olmaq istədiyin insanla, eləcə də eldə, obada hörmətli olmaq istəyin varsa, yəni ona qədər, o istəyə qədər bütün əməllərin, sözün, fikrin, sözün, əməlin düz olmalıdır ki, o bəlkə yerinə, bəlkə sözdə şübhə qalmasın. Bu bəlkələr bizim başımıza min illərdir, çox müsibətlər gətirib. Elə yaxın tariximizi deyək. Bu 80-ci, 90-cı illərdən belə deyək başlayan bu qara günlər
bəlkələrin ucbatından bizi gətirib belə vəziyyətə salmışdı. Hələ mən qabaqki 100 illər, əsrlər qabaq, 1000 illər qabağı demirəm. Yəni, qısaca olaraq misal gətirə bilərəm ki, tutaq ki, müəyyən kənd hələ Qarabağda. Ora ermənilər belə də haylar da, haylar. Yəni, ermənlə haylar ayrı-ayrı ayrı mənaları var, ayrı tayfadırlar, belə deyək. O başqa bir mövzunun söhbətidir. Filan kəndə hücum eləyiblər. Bu biri kəndlər iki kənd bu tərəf deyirdi ki, bəlkə sakitləşərlər, hələ gözləyək görək, bizim kəndə çatmayıb. Və yaxud filan rayonu aldılar. Bəlkə gözləyək, hələ bura gələ bilməzlər olar. Moskva qoymaz, belə deyək, bunun tədbirini görəcəklər, fikirləşirik. Bəlkə deyib gözləyirik. Və o bəlkələr bizi yavaş-yavaş o cənnət köşəmiz olan Qarabağımızdan, doğma yurtlarımızdan didərgin saldı, qaçqınlıq həyatı yaşadıq, məcburi köçkünlük həyatı yaşadıq. Və bunu misal gətirməkdə həmən bəlkələri deyirəm ki, bəli, burada Mir Məhəmməd ağa həqiqətən o bəlkələri o vaxt qeyd etdiyim kimi Sovet hökumətinin qılıncının dalı qabağı kəsən bir vaxtda bəlkə sözü ilə o nəfsi, mənəmliyi gündəmə gətirib ki, bunlar başa bəladır. İstəyir insan olsun, istəyir dövlət olsun, istəyir el-oba olsun. Yəni, o mənəmlik bütün imperiyaların dağılmasına səbəb olur. O nəfis ki, güclü olur, o dövlətin dağılmasına səbəb olur. O bəlkələr sevginin baş tutmamasına, o bəlkələr dost yolunda, dostluq edilmə yolunda yarımçıq qalmaq, hər şeyin uçuruma getməyidir. Mir Məhəmməd ağa elə hesab edirəm ki, bu bəlkə sözü ilə o vaxtki çatışmamazlıqları dilə gətirmiş, gündəmə gətirmiş və bizlər o bəlkələrin bəlasını çəkmişik deyə və o bəlkələrdən qurtarıb, bu bəlkələri qutarıb, yəni nəfsi deyək, mənəmli deyək, atıb bu 20-ci il hadisələri, o 44 günlük müharibə, antiterror əməliyyatı, o xalqın, dövlətin, ordunun birliyi, bax, o bəlkələri atmaq deməkdir. O bəlkələr atılanda, bəli, məhəbbət yaranır. O məhəbbət vətənə, insanlara, el-obaya, vətənə, dövlətə sevgi güclənir. Və vahid bir sevgi demək, vahid sevgi əsasında istədiyinə dövlət də, millət də, el-oba da, insan da qarşıya qoyduğu hədəfə çatır. Mən bu şeirlə Mir Məhəmməd ağanın nə qədər dərin, uzaq görən olduğunu, dərin bir insan olduğunu, şair deyə qeyd etdiyim kimi, həm filosof, həm həkim, təmənnasız bir həkim, xeyriyyətçi bir insan olduğunu elə bu bəlkə sözü ilə, şeiri ilə onun yada saldım və bizə bir növ elə bil ki, bu şeir bugün yazılıb, bizlərə bir örnəkdir, dərsdir, yol göstərən bir mayaqdır bəlkə şeiri. Və son olaraq Mir Məhəmməd ağanın bir şeirində yada salmaq istəyirəm. Deyir, a dostum, gəz dolan Azərbaycanı, gəz dolan hər yanı Qubadlıya gəl. A dostum, seyr elə Azərbaycanı, gəz dolan hər yanı Qubadlıya gəl. İlham al xalqımın hər zəfərindən, keçmili muğanı Qubadlıya gəl. Bəzənib kəndləri bayram sayağı, dönüb Gülüstana, bağçası bağım. Gəl yayda, payızda, gəl bahar çağı, ilin hər zamanı Qubadlıya gəl. Hüsnü çox gözəldir, insanları şən, bərgüşat yol açıb gel sinəsindən, Nəbinin, Həcərin qəlbindən keçən məhəbbət ünvanı Qubadlıya gəl. Gəyəni, yazısı var dövlətidir, baş ucaldan xalqı şan şöhrətidir, dindirsən hər kimi deyər bir, elin şərəf şanı Qubadlıya gəl. Bura bənzəri var, gözəl cənnətin, bu yerdən ayrılmaq çətindir çətin, belə gözəl yerdə Mir Məhəmmədin, ol günan mehmanı Qubadlıya gəl. Əziz dinləyicilər, əziz Qubadlı elli, əziz Qubadlı sakinləri,
Bir zamanlar o gözəl yerdən, o cənnət Kürşədən Mir Məhəmməd ağa dostların Qubadlıya çağırırdı ki, gəlin bu gözəl məkanı, bu gözəl yeri, bu gözəl elmi, obamı seyr edin, gəzin. İndisə mən hesab edirəm ki, onun ruhu bütün Qubadlıları hələ oradan vaxtından, məcburi köçkünlük zamanından da qabaqlar, işsizlikdən, şəraitsizlikdən oranı tərk edən insanları da ora çağırır. Qubadlıya qayıtmaq lazımdır. Əziz Qubadlılar, əziz yurttaşlar, əziz vətənsevərlər, el-oba insanları, Mir Məhəmməd ağanın ruhu xatirinə və bu sevincli, bu 44 günlük müharibənin, bu zəfər qələbəmizin nəticəsi olaraq sevincli günlər yaşadıq və Mir Məhəmməd ağa qeyd etdiyim kimi bir zamanlar oradan dostları Qubadlıya çağırırdı. İndisə onun orada olan ruhu Qubadlıları geri çağırır. Hamı Qubadlıya qayıtmalıdır. Mir Məhəmməd ağamızın cəddi xatirinə. İnanıram ki, ora qayıtmaq üçün, orada qurudub yaratmaq üçün Mir Məhəmmədin ruhunu onsuz da Tanrımız şad edib, yeri cənnətdir. Bizlərin onun ruhunu şad etmək vəzifəmiz ora qayıtmaqdır, əziz Qubadlılar. Bir daha təkrar edirəm, o gözəl məkanda qayıdıb Mir Məhəmməd ağamızın o ant yeri olan, hamımızın ant yeri olan Mir Məhəmməd ağamızın ruhunu orada şad edək. Diqqətinizə görə sağ olun, var olun, həmişə sağlam olun və bir daha qeyd edirəm ki, o ellərinizə qayıtmaq gərəklidir. Mir Məhəmməd ağanın ruhunu şad etmək naminə. 18 fevral 2026-cı il.